Yəhya 21-ci fəsil. İsa göl kənarında. Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə oldu. Şimon Peter, əkiz adlanan Thomas, Qalileyanın Qana kəndindən olan Natanael, Zavdayın oğulları və onun başqa iki şagirdi birlikdə idi. Şimon Peter onlara balıq ovuna gedirəm dedi. O birilər də ona biz də səndən gedirik dedilər. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər. Günəş doğarkən İsa sahildə dayanmışdı, amma şagirdlər onun İsa olduğunu bilmədilər. İsa onlara dedi, uşaqlar, yeməyə bir şey tutmusunuzmu? Ona xeyr deyə cavab verdilər. İsa yenə dedi, toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız. Eləcə də atdılar və o qədər balıq tutdular ki, toru çəkə bilmədilər. Onda İsa'nın sevimli şagirdi Peterə bu Rəbdir söylədi. Şimon Peter onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb gölə atıldı. O biri şagirdlərsə balıq torunu çəkə-çəkə qayıqda gəldilər. Çünki sahildən uzaq deyildilər. Cəmi 200 qulac məsafədə idilər. Onlar quruya çıxanda orada közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər. İsa onlara dedi, indi tutduğunuz balıqlardan gətirin. Şimon Peter qayığa minib 153 böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı. İsa onlara dedi, gəlin səhər yeməyi yeyin. Şagirdlərdən heç biri ondan, sən kimsən deyə soruşmağa cəsarət eləmirdi. Çünki onun Rəbb olduğunu bilirdilər. İsa gəlib çörəyi götürdü və onlara verdi. Həmçinin balığı da verdi. İsa ölülər arasından dirildikdən sonra artıq 3-cü dəfə idi ki, şagirdlərə görünürdü. İsa'nın Peterlə söhbəti. Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi, ey Yəhya oğlu Şimon, məni bunlardan çox sevirsənmi? Peter ona dedi, bəli, ya Rəbb, səni sevdiyimi bilirsən. İsa ona dedi, quzularımı bəslə. İkinci dəfə yenə Peterə dedi, ey Yəhya oğlu Şimon, məni sevirsənmi? O da İsa'ya dedi, bəli, ya Rəbb, səni sevdiyimi bilirsən. İsa ona dedi, quzularımı otar. Üçüncü dəfə Peterə dedi, ey Yəhya oğlu Şimon, məni sevirsənmi? Peter üçüncü dəfə İsa'nın ona məni sevirsənmi sualını verməyinə kədərləndi və ona dedi, ya Rəbb, sən hər şeyi bilirsən, səni sevdiyimi bilirsən. İsa ona dedi, quzularımı bəslə. Doğrusunu sənə deyirəm. Cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq. İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə eləsin. Bunu söylədikdən sonra ona ardınca gəl dedi. Peter də arxaya dönüb, İsa'nın sevimli şagirdinin onların ardınca gəldiyini gördü. Bu həmin şagird idi ki, axşam yeməyi zamanı İsa'nın sinəsinə əyilib, ya Rəbb, sənə xəyanət eləyəcək adam kimdir, demişdi. Peter bu şagirdi görüb İsa'ya dedi, ya Rəbb, bəs o necə olacaq? İsa ona dedi, əgər mən gələnə qədər onun sağ qalmağını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl. Beləcə, o şagirdin ölməyəcəyi barədə imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma İsa onun ölməyəcəyini deməmişdi. Sadəcə olaraq, əgər mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə, demişdi. Bu hadisələrə şəhadət eləyərək bunları yazan həmin şagirddir. Biz də bilirik ki, onun şəhadəti etibarlıdır. İsa'nın elədiyi çoxlu başqa şeylər də var. Əgər bunlar da bir-biri yazılsaydı, fikrimcə, yazılan kitablar heç dünyaya sığmazdı.